X-in hansı qiymətində birinci ifadənin qiyməti ikinci ifadənin qiymətinə 28 vahid böyükdür. 3x üstəgəlsin 1-in mötərizə kvadratı bərabər olmalıdır. 9 vurulsun x çıx 1-in mötərizə kvadratı üstəgəlsin 28. Hər iki kvadratik ifadələri nöqtə çarpma düsturu vasitəsilə açaq. 3x-in kvadratı olacaq 9x-in kvadratı üstəgəlsin 3x ilə 1-in 2 misli 6x üstəgəlsin 1-in kvadratı. Yəni 1. 9 vurulsun. İkinci mötərizəyə baxaq. X-in kvadratı çıxılsın. X də 1-in 2 misli 2x. Üstə gəlinsin 1-in kvadratı 1. Və üstə gəl 28. İfadəni biraz da sadələşdirək. 9x kvadratı üstə gəlinsin 6x üstə gəl 1 olduğu kimi qalır. Bərabərdir. 9x kvadratı çıxılsın 9-u 2-yə vursaq 18x. Üstə gəlinsin 9-u 1-ə vursaq 9. Üstə gəl 28. 9x kvadratları sağda və solda eyni işarəlidir. Onları islah edə bilərik. 6x üstə gəlinsin 1 bərabərdir. 9 28-in cəmi 37 çıxılsın 18x. 18x 6x yəni sol tərəfə keçirdək. İşarə dəyişəcək müsbət 18x olacaq. 37 çıxılsın 1 də keçirsək sağ tərəfə işarə dəyişəcək mənfi olacaq. Burada alırıq 24x bərabərdir 36-ya. X də bərabərdir 36 bölünsün 24. Hər ikisini 12-yə ixtisar eləsək 3 bölünsün 2. Yəni 1,5 alarıq. X bərabərdir 1,5.